Fatih 24 aprel köhnə dərs təkrarıya gedək təzə dərsə. Yox, elə eləmə də Fatih. Bu hansı fiqur idi? Dünən keçdiyimiz fiqur. 3 fiqur. 3 bucaq. Hə, 3 bucaq. Hə, 3 bucaq. 3 bucağın neçə bucağı var idi? 3 bucaq. Aha. Neçə tərəfi var idi? Bax. 1, 2, 3 bucaq. Aha, qəşəng. 3 tərəfi var idi. Neçə təpə nöqtəsi var idi? Təpə nöqtəsi 3. Ay sağ ol. Deməli 3 bucağın 3 dənə bucağı var. Ona görə 3 bucaq deyirlər də elə buna. 3 dənə bucağı var. 3 dənə təpə nöqtəsi var. 3 dənə də tərəfi var. Düzdür? Ha, Fatih yazmışıq bura. Bura bax. Görsən buranı? Mənim. Ha, indi yox, qulaq as. 3 bucağın neçə növü var? 3 bucağın neçə bucağı var? Yox, neçə növü var? 4 növü. Ay sağ ol, 4 növü var, malades sən. Birinci düz bucaqlı 3 bucaq. Düz Bax, bucaq. görsən bucaqlarından biri düz bucaqdır, bax. Hə. Bax. Bax Fatih, qırmızı yazacaq. Bura bax Fatih. Bu bucağından biri düz bucaq olduğuna görə bu düz 3 bucağa düz bucaqlı bax yazmışam. Düz bucaqlı 3 bucaq. Düzdür Fatih? Düz bucaqlı 3 bucaq. İkinci nə oldu? Bax 3 3 3. Üçü də 3-dür. Buna nə deyəcəyik? 3 bucaq. Yox, bərabər tərəfli. Hə, bərabər tərəf. 3 dənə tərəfi yox idi 3 bucağın. Bərabər tərəf. Üçü də bir-birinə bərabərdir. Hə. Düzdür? Oldu bu bərabərli tərəf. Bərabər tərəfli. Sonra Fatih, görsən bura 3-dür, bura 3-dür, bura yazmamışıq hesab. Və yaxud bura yazaq 5 yazaq. Düzdür? Buna deyəcəyik bərabər yanlı 3 bucaq. Nə deyəcəyik Fatih? Bərabər yanlış. Bərabər yanlı. Bunların Fatih yan tərəfləri nədir? 3 bucaq. Yan tərəfləri bərabərdir. Hə. Düzdür? Amma bu altdakı 5. Fərqlidir. Hə, hə. Altdakı İstəsən 2 oturacaqdır deyə bu. bilərsən, istəsən 3 deyə bilərsən, istəsən 4 deyə bilərsən. Hə, yaxşı. Orada da müəyyən qayda var, amma o bax elə qulaq as. Bura istədiyimiz rəqəmi deyə bilmərik də. Ondan sonra gələnir, obursu keçəcəyik. Bu Fatih, bax bura məsələn yazaq bura 4, bura yazaq 5, bura yazaq 4, bura yazaq 5, bura yazaq yazım da. bura yaz 7 Fatih. Şimdi bu buraya yazım. Ver belə. Hə, bu 4. Yazmır, Fatih ver mənə. Görsən. Bax bura 4, görsən? Bura 4, bura 7, düzdür? Bax bu da fərqlidir, bu da fərqlidir, bu da fərqlidir, düzdür? Buna nə deyəcəyik? Müxtəlif bucaqlı, müxtəlif tərəfli 3 bucaq. Nə deyəcəyik? Müxtəlif tərəfli bucaq. Müxtəlif tərəfli 3 bucaq. Müxtəlif tərəfli 3 bucaq. Vəssalam.